Heç nə olmaz. Əsas odur 14 dənə düzüm var. Yəni 14 dənə az deyil. Başlayaq bircə hamısından tanış olmağa. Deməli, birdə deyir ki, bax şəkildə fərqləndirən əmr. Şəkildə fərqləndirən əmr nədir? Avtosam. Başqa harda var? Bir dənə Excel açırıq sıraca yerindəcə. Girik buradan yeni səhifə açırıq. Bax, görürəm ki, aha, avtosam hardaymış hal-hazırda? Editingdə. Hardan bilirəm hal-hazır editingdədir? Eynidirmi? Eynidir. Fill var, clear var, nə bilim sort and filter var. Varmı? Fill, clear, bəli, var. Bir də başqa harda var? Girirəm formulsan, avtosam əmrinə baxın. Avtomatik olaraq cəmləmək mövcuddurmu? Mövcuddur. Deməli, cavab nə olur? Y variantı. Nə zaman həmişə data yazırsan? Hə, yox, bu home-dadır hal-hazırda. Data nə zaman yazardınız? Hə, home yazdınız. Yox, yox. Dəyişici vərəqin adında hansı simvol istifadə etmək olmaz? Bunun üçün də Excel 1-i açıram. Excel 1. Gəlirəm ikinci ya da üçüncü səhifəsinə buradan qalxıram yuxarıya. Bayaq qalxacam yuxarıya. Gəlirəm ikinci səhifəsinə, yox, üçüncü səhifəsinə. Deyirəm burada. Bax. Adında istifadə oluna bilməz nələr? Qoşa nöqtə, sağ sol slash, sual ulduz, parça, mötərizələr. Deməli, burada cavab nə olur? Bakı. 3 deyir ki, xanada aşağıdakı qaydada məhdudiyyət. Məhdudiyyət qoyulub. Məhdudiyyətləri hardan qoyurduq biz? Validation-la. Elə bir ki, value sözü ilə götürürdük. Value nə deməkdir? Dəyər. Deyirəm ki, onun dəyərini yoxla. Sonra davam elə. Gəlir 4. MS Excel 2019-da xanaların formatı aşağıdakılardan hansı ola bilər? Gəlirəm Excel açıram. Girdim bura Home-a. Home-dan General aşağı endirdim. Bax, buradakı əmrlərdir. İndi baxıram, burada onlardan hansılar var? Birincisi General, elə başlayan kimi budur. Default olaraq budur. Hyperlink deyə bir şey yoxdur. Fractionlar var, tamlarla olan hissədir 3. Number var, rəqəm. Time var, 7. Kim deyər current date niyə yoxdur? Ay, sol, bəli. Date özü təkdir. Gəl, buradan da baxa bilərik. Ano. Nə? Hoca baxır sənə də. Short date, long date, yəni cari zaman yoxdur. Davam eləyirik. Gəlirik 5-ə. Hanı 5? Elektron cədvəldə A3, Y8 diapazonu neçə xana daxildir? A-dan Y-yə qədər sayırdıq. A, B, C, D, Y. 5. 3-dən 8-ə qədər də 8 çıxılsın, 3 üstə gəlsin 1 qaydasına gedirdik. 6. 5-i 6-ya vuranda 30. Əsas məsələ 6-dadır. Bazar günü buna aid bir neçə dənə suala baxmışdıq, yadımdadır. Deyir ki, silsilənin sonuncu xanasının ünvanını müəyyən eləyin. Bunu buradan yığışdıraq, getsin yuxarıya işi ilə məşğul olsun. Yaxınlaşdırdıq. Hətta yaxınlaşdırmayaq, bir kəsək də daha yaxşı üzərində işləyə bilək. Bunu buradan belə götürdük. Baxaq. Nə deyir mənə? Bircə təkrar vurğulayıram. Rows deyir. Rows nə deməkdir? Sətir. Amma sənə burada nə göstərib? Sütun. Sütun olaraq göstəribsə, demək ki, səhvdir. B6 deyil. İndi bunu buradan çıxardıram. Gəlirəm digərinə baxıram. Liner, ədədi silsilə. Ədədi silsilə nədir? 1 daha doğrusu D ədədi qədər artır. Bax, biz hansı sıra ilə gedəcəm? İkinci sıra ilə gedəcəm. 4 ilə başlayacağam. Addımım 3-dür. 18-də duracam. 18-i aşmamalıyam. Deməli, bu cür getdik. İkinci olacaq 7, sonra olacaq 10, sonra olacaq 13 və nəhayət 16. 16-da dururam, çünki üstünə 3 gəlsəm 19 eləyirəm. Amma mənim axırıncı rəqəm neçədir? 18-dir. Bu neçəyə düşdü? F-ə düşdü. F neçə? 2 olur. B variantı.
Sualınız var mı buradan? Bax, bu qəşəng sualdır. Yox. Bəli. Bu da bax, burada verib. Rows verib. Rows nədir? Sətir boyu getməliyəm. Amma mənə burada çaşdırmaq üçün nə boyu verib? Sütun boyu verib. Çaşmıram. Yaxşımı? Bəli. Bu çaşdırmaq üçün verib. Amma məndən nə soruşur? Sə. Əla, əla. Davam eləyək. İşçi kitaba sərlövhələrin əlavə edilməsi üçün aşağıdakı tablardan hansılar istifadə olunur? Birin bilirdim insert idi. Bir də page layout, səhifə düzənləyirdim. Ümumiyyətlə səhifə düzənləyirsə, səhifəni düzənləmək üçün hər şey ola bilər. 1.4 dadaş. Sütunları hansı? Yalnız bir yazmış nə? Deyir, sütunları hansı ardıcıllıqda dəyişə bilməz? Baxaq, birinci sütunu sıfırladıqda, sıfırla da nəyimi lazımdır? Sonradan təkrar onun yerini dəyişə bilmirsən ki, bilirsən. Qruplaşdırdıqda qrupun öz daxilini dəyişə bilmirsən ki, bilirsən. Dondurduqda, sən onu dondurmağın o demək deyil ki, sən ora nəsə edə bilməzsən. Dondur, gir daxilinə yerlərini dəyişdir. Heç bir fərqi yoxdur. Sən onu dondurursan ki, yəni artıq mənim burayla işim bitdi də, belə deyək, loru dildə deyirəm ha. Burayla işim bitdi, keçirəm o birisinə. Gizlətdikdə unhide əmri deyə bir şey vardı. Unhide ilə yerini dəyişir, təzədən gizlətdir. Amma filtrləmə apardıqda azdan çoxa məsələn 1-dən 5-ə qədər düzmüsən. Sən gətirib 4-ü 3-ün əvvəlinə ata bilərsən azdan çoxa düzəndə? Yox. O zaman olacaq 1, 2, 4, 3, 5. Belə bir filtrləmə mövcuddurmu? Mövcud deyil. Cavab olur nə? Y variantı. 9 qəşəng sualdır, 9 samballı sualdır hətta. Bunu buradan belə götürək. 2B4-ün qiymətini tapın. Power. Power nədir? Qüvvət, yəni A üstündə B. Count if bizim ayımızdır. Len B3 B-imizdir. İndi count if şərtə görə sayır. A1 D3 aralığında. Ay, sən getdə, sən neyinlə? Bu aralıqda biraz qalın oldu elə. Neyse, sən get. Bu aralıqda bizə nə istəyir? 1-ə bərabər olanları. 1, 2. 2 də nədir? Bu dırnaqdadır, rəqəm sayılmır. 2, üstü nəyə soruşur? Len B3. B3 true'dur. 1, 2, 3, 4, 5, 6. Simvolların sayını soruşur da. 2 üstü 6 neçəyə bərabərdir? 64-ə. 3 dənə şey öyrəndik. 1, 2, 3. Davam edirik 10-la. Onda deyir ki, A-dan Z-ə çeşidləmə aparılarsa. A-dan Z-ə çeşidləmədə biz bilməli idik ki, əvvəlcə gəlir durğu işarələrimiz. Yəni 6. Bunu da kəsb götürək, daha rahat olsun. Birinci gəlməlidir 6. Durğu işarəsiz deyə. Düzək 6. Sonra gəlməlidir rəqəmlər artan sırayla 8, 4, 5, 7. Sonra gəlməlidir əlifba, əlifba sistemi Cavid 1. Sonra gəlməlidir Fuad 3. Sonra 10. İndi bizdən Fuadı soruşur. Neçənci oldu? 1, 2, 3, 4, 5, 6, 7-ci oldu. Bir dəfə də baxın, sualınız varsa verin. Yoxdur. Bəli. Bəli. Bəli, durğu işarələri birinci olur. Sonra gəlir rəqəmlər, sonra gəlir hərflər. Əla, xoş. Bəli, rəqəmlər sıfırdan başlayır. Çünki bu boşluqdur da, bu boşluq getdi özündən sonra, ən axıra. Xoşdur.
Cədvəlin çap rejimində görünməsini təmin edir. Vsyo, çap rejimində görünmə harda olurdu? Page layoutda. Gerisini oxumağa ehtiyac yoxdur. Aşağıda cədvələ əsasən A5 xanasının nəticəsini count A soruşur. Count A dolu olan bütün xanaları sayır. 1, 2, 3, 4, 5, 6, 7. Allahdan cavablarda 7 yoxdur. Çünki bir də burada dırnaq işarəsində bir söz verib də, bir dolu bir şey verib. Bunun da bir özü 8 olur A variantı. 13 qısa yollardır. Bəli. Count Count A dolu olan xanaları sayır. Elə deyil. Sayıram 1, 2, 3, 4, 5, 6, 7. Allahdan cavablarda 7 yoxdur. Bir də biz bunların daxilində söz yazırıq da, elə deyil. Bir də burada sözümüz var axı. Sum. Bu riyazi funksiya deyil ki, dırnaq arasına verilmiş bir sözdür. Aydındır. Bir də bunun özü 8. D kitabın yadda saxlanması üçün gəlirik fayla, fayldan save eləyirik. Hanı o save? Burayı ilə siz yadda saxlamayın. Bu Windows nədir? Word-ün 2010 deyil. Kitabı yadda saxlamaq üçün fayldan save eləyirik. Kitabı qorumaq üçün gəlirik review-dan protect eləyirik. Kitabı gizlətmək üçün view-dan hide, unhide eləyirik. İndi bir də təzədən burada baxaq. Fayldan girdik, save elədik. 1. Review'dan girdik, protect elədik. Bax, workbook 2. View'dan girdik, görünməz elədik. Unhide elədik. 3. Bax, hide, unhide. Gəldik 14. 14 qəşəng sual idi. Yasir yaza bildin bunu? Yazamadın. Göstərdim axı bəs. Bax, deyir ki, C11-də yazılan düstur hara köçürülür? C12-yə mən köçürən zaman bilirəm ki, sütun dəyişməyibsə, bu sütun da dəyişməyəcək, B qalacaq. Amma sətir 11-dən hara keçib? 12-yə. Bu 12-dən də hara keçəcək? 13-ə, çünki bir dənə artıb. Dollarlar qaqaş idi, papağan gül balaları idi, dəyişmirlər. Dollar A, dollar 11. Bərabərdir, bərabərdir. B12 neçədir? 5. Yazıram 5. Çıxılsın A11 neçədir? 3. Neçə eləyir? 2. Gəldim bura. B13 neçədir? 4. Çıxılsın A11 neçədir? 3. 4-dən də 3 çıxanda 1. Burada da o ikisinin cəmini soruşur. 2 plus 1, 3. Doğrudur da. Bu nədir? Sualımız var. 15-i də keçən dərs vurğulaya-vurğulaya göstərmişim. Hətta videodan da açıb görərsiniz ki, müəyyən zaman müddətinə bir neçə verilən dəstə arasında fərqlərin göstərilməsi. Yəni bax, zaman keçir, azalır, artır, zaman keçdikcə artır, zaman keçdikcə azalır. Yəni promoy artıb, promoy azalmayıbdı da. Ariya idi 2. Bakı. 15 sual arasında qaranlıq qalan hissəmiz varmı? Aha. B13 oldu. Çünki sütun dəyişməyib axı. C-dən hara keçib? C-yə. Gördük onu. Əgər sütunum dəyişsəydi, o zaman sütunu da dəyişəcəkdi. Xoş. Başqa sual olan? Yox sualımız. Okay. O zaman gəlin keçək. PowerPoint-ə.
Bəli, narahat olmuş şimdi. What's PowerPoint? Yani PowerPoint. Ha gedir. Xeyr elər. PowerPoint nədir? PowerPoint bir təqdimat faylıdır. PowerPoint'in dekabr ayında düşmüş sualı var burada. Deyir ki, normal halda, standart halda PPTX-dir. Nümayiş zamanı kaydedilmiş isə PPSX-dir. Şablon fayldan istifadə etmişəmsə POTX-dir. Nəyi? Uzantısı, yəni soyad. Susma vəziyyətində proqram tərəfindən verilən adlarımız presentation 1-dir. Word-də bu nə idi? Document 1. Excel'də nə idi? Book 1. Amma burada presentation 1 olaraq dəyişdirildi. Normal halda, bax burada normal halda, bu deyil normal hal bir dəqiqə. Normal halda, bax bu hissədir. Burada aşağıda vəziyyət sətrində nələrimiz var? Birincisi, slaydlarımızın sayı var. İkincisi, slaydlarda belə deyək, temanın növü var, accessibility-si var, investigate-dir məsələn. Üçüncüsü, gəlir yazıların yoxlanışı var, English-dır, ingilis hissəsi yoxlanışıdır. Sonra gəlir dördüncüsü, yazıldığı dilləri var. Beşincisi, əsas bir dənə burasıdır. Bax, yadımıza saxlayırıq. Görünüş rejimi 5 dənədir normal halda. Hansılardır? Burada keçəcəyik az sonra, view-da. Normal, outline, slide sorter, note page, reading view. 5 dənə görünüş rejimimiz var. Amma məndən soruşur harda vəziyyət sətrində neçəsi görsənir? 3 dənəsi görsənir. 1 normal, 2 slide sorter, 3 reading view. 3 dənəsi görsənir. Sonra slide show bizim görünüş rejimimiz deyil, sadəcə belə deyək, daha da belə high level göstərmək üçün də necə izah edeyim bunu sizə, slide show-da. Sonra gəlir burada süzgəcimiz var. Maksimal 400%-dir, minimal 10%-dir. Word-də bu maksimal 500 idi, Excel-də maksimal 400 idi. Amma hər üçündə də minimal 10%-dir. Bir dənə burada slide sorter görünüş rejimində maksimal 200-dür, minimal 20%-dir, qarışdırmırıq. Normalda maksimal 400-dür, minimal 10-dur, amma slide sorter zamanı dəyişir. 20-200-dür. Və nəhayət burada bu fit hissəsi var. Bu fiti də tam olaraq slaydın səhifəsini bizim ekran boyunca yerləşdirməyə kömək eləyir. Davam edirik buradan. Buradakilərin də hamısını demək olar ki, keçmişik, təkrardır. Info mənim üçün lazım olan hissəsi idi, çünki mən oradan parollar qoya bilirdim slaydıma, faylıma. New yeni fayl yaratmaq üçündür. Daxilində şablonlar var. Qısa yolu Ctrl-N-dir, N ilə. Open əvvəlcədən yadda saxlanmış hər hansısa bir faylı açmaq üçündür. Qısa yolu Ctrl-O-dur. Save sənədi faylı öz adı altında yadda saxlamaq üçündür. Qısa yolu Ctrl-S-dir. Ondan sonra dördüncüsü save, beşincisi də save as. Qısa yolu F12-dir. Təqdimatı fərqli adla, fərqli yerdə, fərqli uzantı ilə, fərqli author-dan, author nədir? Müəlliflə yadda saxlamaq üçün və ən əsası parollar qoymaq üçündür. Print əmrini birazdan keçəcəyik. Share bölüşmək üçündür. Printin qısa yolu Ctrl-P-dir. Word əlavə bir dənə də qısa yolu var idi. Ctrl F2 idi. Sonra gəlir share bölüşmək üçündür. Web brauzerdə, lokal şəbəkədə, nə bilim başqası ilə, bloqlarda və s. paylaşmaq üçündür. Export xaric etmək üçündür. Video şəklində də xaric eləyə bilərik. Close bağlamaq üçündür. Bax, deyirəm, qeyd eləyin. Qısa yolun biri Ctrl F4-dür, biri Ctrl Q-dur, Q.
İki dənə qısa yol var. Ctrl Q burada yoxdur, amma mən gələnlər soruşacağam. Ümid edirəm qeyd elədiniz. Account Ctrl F4 və Ctrl Q. Sonra gəlir account hissəsi. Account bizim haqqımızda olan məlumatlardır. Option vasitəsilə də daxilində istənilən əmr, məsəl üçün, ekran izahlarını aktiv deaktiv eləyə bilərik, mini alətlər paneli aktiv deaktiv eləyə bilərik və yaxud da ki, yadda saxlamanın yerini, vaxtını və s. lent tabını əlavə eləyə bilərik, lent tablarını silə bilərik və s. Optiondur da, yəni xüsusiyyətlərdir. Burdan nələrsə dəyişdirib əlavə eləyə bilərik. Print əmri. Print əmri Word-dakı print əmri ilə çox oxşuyur. Daxilində burada da kopya hissəsi var. Kopyalamaq üçündür. Bunun misalı düşmür bu arada. İkincisi gəlir, bax bura, print all slide. Daxilində əmrlərimiz var. Print all slide bütün slaydlardır. Print selection seçilmiş slaydlardır. Məsələn, 1-dir, 3-dür, 5-dir, 7-dir, 10-dur, 13-dür. Ya nə bilim nəsə də təkrar saydım, siz təkrar saymayın, misal üçün dedim. Print current slide-dır. Cari slaydı çap eləmək üçündür. Cari slayd neçə slayddan ibarət idi? Bir slayddan təbii ki də. Custom range-dəki müəyyən aralıqlardakı səhifələri çap etməyə kömək eləyirdi. Davam eləyirik. Ondan sonra üçüncü əmrimiz gəlir full page slide. Burada da Word-də yadımıza gəlirsə bir səhifədə maksimal neçə səhifə çap eləyə bilirdik? 1 A4. 16 A4. Burada amma maksimal 9 A4-dür. Və nəhayət dördüncüsü gəlir bizdə collect, uncollect söhbəti. Collect nə idi? 1-dən 10-a qədər çap eləyirdi, sonra başa qayıdırdı. 1-dən 10-a qədər təkrar çap eləyirdi. Amma uncollect nə idi? Sıralanmamış şəkildə çap eləyirdi. Nə idi sıralanmamış? Məsəl üçün 3 dənə kopya istəyirəm. 1-dən 3 dənə kopya eləyəcək, keçəcək 2-dən 3 dənə kopya eləyəcək, 3-dən 3 dənə kopya eləyəcək və bu cür davam eləyəcək. Geri qayıtmır, ancaq irəli gedir. Sonra gəlir color. Rəngini mi çap olunsun, ağ-qara mı çap olunsun, yoxsa ağ-qara, boz mu çap olunsun? Onu tənzimləmək üçündür. İndi bu 4 səhifədən hansı sualımız var? Yoxdur. Nə gözəl. Gəlir home. Hamısını keçmişik. Bax, sadəcə təkrardır. Pat nə eləyirdi? Bəli, kəsmə idi. Qısa yol nə idi? Ctrl X. Copy nə eləyirdi? Kopyalamaq Ctrl C. Format Painter nə eləyirdi? Aha. Əla, doğrudur. Doğrudur. Format Painter eyniləmək üçündür. Paste nə idi? Əla, qısa yolu. Bəli. Paste də yapışdırmaq üçün idi. Qısa yolu Ctrl V idi. Və clipboardun daxilində neçə dənə obyekt saxlaya bilirdik? 24. Bəli, doğrudur. Gəlir, burada yeni hissə burada. Mən sizə bir şey deyim, siz onu qeyd eləyin. Yazın, fayla yeni sənəd daxil eləmək üçün nələrdən lazımdır? Birincisi, home, slides, new slide əmri. Home, slides, new slide. Fayla yeni sənəd əlavə etmək. İkincisi, insert, new slide. Üçüncüsü, sənədə yeni slide, yəni yeni səhifə. Hə, elə dedim, yox.
Aha. Birincisini yazdıq home, deməli new slide. İkincisi insertdə new slide. Üçüncüsü bunun üzərinə gəlirik, slideın üzərinə gəlib enteri basırıq. Yazdınız. Hədə dəyişində payla yeni slide. Olar, olar. Sonra Ctrl D vasitəsilə o new nədir? Yeni sənəddir. Onu qarşılıq. Yazdınız. Demək olar ki, hamısı eyni şeydir, bəli. Və nəhayət kopyalayıb yapışdıraraq. Ctrl-C, Ctrl-V. Hə, ayrı üsul kimi götürürük. Yazdınız hamısını. Üçüncü Ctrl-D dedim deyəsən, səhv eləmirəmsə. Ya da Enter dedim. Sırası. Enter, hə. 5 dənə olmalıdır, bəli. Doğrudur. Yazdınız hamısını. Yazdınız, davam eləyək. İndi new slide dedik, sənədə yeni səhifə əlavə etmək. Layout, səhifə daxilindəki düzəni idarə etmək. Reset, əvvəlkinə qaytarmaq. Section nədir? Bölmələrə ayırmaq üçün. Font, hamısını keçmişik yenə. Bu hissəsi nə üçün idi? Şriftin formasını dəyişmək üçündür. Bu ölçüsünü dəyişmək üçündür. Bu bəli, şriftin ölçüsünü artırmaq, şriftin ölçüsünü azaltmaq üçündür. Word-lə Excel-də demişdik, şriftin ölçüsü default olaraq 872-dir. Amma burada 896-dır. Minimal 8, maksimal 96-dır. Ondan sonra pozan yazının verdiyimiz fontları silib əvvəlki vəziyyətinə gətirmək. Bold, qalın yazmaq, qısa yolu Ctrl-B. Italic, kursivlə yazmaq, maili yazmaq, qısa yolu Ctrl-I. Underlined, altından xətt çəkmək, qısa yolu Ctrl-U. Fontlara, yəni yazılara hər hansısa kölgə effekti vermək, yazıların üstündən xətt çəkmək, yazılar arası, yəni simvollar arası məsafənin artırılması. Burada da rejimlərimiz var idi, baş hərflər rejimində. Hansılar idi? Məsələn, var idi sentence case, cümlə rejiminə keçirir, yəni ilk söz böyük, qalan hər şey kiçik. Lower case, bütün hamısı kiçik. Upper case, bütün hamısı böyük. Capitalize each word, hər sözün ilk hərfinin böyük yazılması. Toggle case-dəki bunun açılışı odur ki, böyüklər kiçiklə, kiçiklər böyüklə yazılır. Tam əksinə çevrilir. Amma belə loro dildə desək, ilk hərflər kiçik yazılır, qalan hərflər böyük yazılır. Ondan sonra bu highlighter effekti vermək idi. Digərdəki simvolların rəngini, hərflərin rəngini dəyişdirmək üçün idi. Gəlir ondan sonra paragraf. Paragraflar hazırlanması, yəni sətirlərin qarşısında bulletlərin qoyulması, sətirlərin nömrələnməsi, sətirlərin, abzasların sağdan, soldan boşluqlarının təyin edilməsi. Sətirlər arası boşluqlar, mətnin istiqamətinin təyin olunması, align text, mətnin yerləşməsi,
Sonra gəlir Convert to Smart Art-dakı ağıllı diaqramlara çevirmələrimiz. Gəlirik sonra. Abzasın soldan boşluğun təyin edilməsi, mərkəzə doğru düzləndirmə, sağdan boşluğunun təyin edilməsi. Bu da ki, hər iki tərəfdən boşluqların təyin edilməsidir. Bu bilirsiniz nədir? Kolum, sütunlara bölünmə. Misal üçün, mən sizə bayaq bir dənə quiz atdım, iki sütunlu. Bax, həmin formaların alınması üçündür. Ondan sonra drawing. Drawingdə nələr var? Arrange var, yerləşdirmədir. Bring to forward, önə gətirmə. Send to back, geriyə göndərmə. Bring forward, bring front, daha doğrusu önə gətirmə. Bring forward, önə gətirmə. Send backward, geriyə göndərmək üçün, yəni bir-birinin üzərində yerləşdirmək üçündür. Burada 3 obyektdən söhbət gedir. Bu ikisində 2 obyektdən söhbət gedir. Şəkillərindən də gördüyünüz kimidir. Bax, bir obyekti digər hər ikisinin üstlərinə çıxardır. Bir obyekti digər ikisinin altına yerləşdirir. Burada da 2 obyekt arasında mübadilə gedir. Ondan sonra gəlir Quick Style. Quick Style-ın daxilində stillərimiz var. Girib buradan da istifadə edə bilərik və yaxud da buradan özəlləşdirə də bilərik. Shape Fill, fiqurun doldurulması. Shape Outline, fiqurun kənar xətlərinin rənglənməsi. Shape Effect də ki, effektlər verməkdir. Fiqurlara effektlərin verilməsi üçündür. Find əmri axtarmaq üçündür. Qısa yolu Ctrl F-dir. Replace yer dəyişmək üçündür. Qısa yolu Ctrl H-dır. Select seçmək üçündür. Qısa yolu Ctrl A-dır. Amma select burada slide daxilində seçir. Yəni bütün hamısını seçə bilmir. Sualınız var? Burada qot yoxdur. Davam edirik o zaman. Gəlir insert. Insertdə dedik bayaq. New slide vasitəsilə yeni slide əlavə edirik. Table'lar vasitəsilə cədvəllər əlavə edirik. Cədvəldə maksimum 75 sütun, 75 sətr əlavə eləyə bilirik. Image hissəsində picture şəkillər əlavə etmək üçündür. Screenshot ekranın ani görüntüsünü əlavə etmək üçündür. Fotoalbümdəki albümlər şəklində bir neçə şəkli daxil etməyə kömək edir. Gəlir illustration. Shapes, fiqurlar əlavə edirik. Icon, piktoqramlar əlavə edirik. 3D model, adi bildiyimiz 3D modellər əlavə etmək üçündür. Misal üçün birini əlavə eləyək, görək nədir. Girdik buradan insert-ə, 3D modellər. Yəni, misal üçün ürəyə əlavə eləyək, daha yaxşı ürək. 1-2 saniyə gözləyək. Kimisə səsi açıqdır orada deyilsin. Baxın, gördüyünüz kimi ürəyin 3D modelini əlavə eləmiş olduq. İstədiyimiz hər tərəfinə baxa bilirik. Gördüyünüz kimi. Ondan sonra Smart Art ağıllı diaqramlardır. Chartdakı sadəcə diaqramlardır. İndi ağıllı diaqramla sadəcə diaqramın arasındakı fərqi də burada baxın, görün. Ağıllı diaqramları görürsünüz. Hər bir formada yığa bilirik. Amma sadəcə diaqramlar nələrdən ibarətdir? Adi bildiyimiz riyaziyyatda olan diaqramlardır. Bəzən bunu görüb deyirlər ki, bəs ağıllı diaqram hara getdi? Bunu görüb deyirlər ki, ağıllı diaqramdır. Daha belə high level görsən, amma yox, əlaqəsi yoxdur yəni. Hətta DİM-in test toplusunda da var bu. 200 neçənci sual olmalıdır. İşləyirsiniz deyə ümid edirəm oradan.
Add-ins qoşmaları idi. Link, zoom. Yenə deyirəm, bayaq gördüyümüz kimi. Zoomlamaq, yəni böyüdüb kiçiltmək üçündür, miqyas üçündür. Link, hiperistinadlardır, qısa yolu control K-dır, K. Action-dakı müəyyən effektlər verirsən həmin əlavə elədiyin linkə. Comment, nə? Bunlar qoşmalar. Misal üçün gedib atıram Wikipediyanı gətirib öz şeyində prezentasiyanda yaza bilirsən. Yerləşdirə bilirsən özünə olaraq oradakı məlumatları. Bəli. Yaxşı bir şeydir bunlar. Öz istifadə etdiyin proqramları da qoşa bilirsən bura. Textbox nə idi? Mətin qutusu. Bir mətin qutu əlavə eləyirdik. Daxilinə yazı yaza bilirdik. Header, footer sərlövhələr idi. Yuxarı, aşağı sərlövhə. Word art belə deyək, qəribə tipli hərflər idi. Əsasən başlıqlar üçün istifadə edirdik bunları. Sonra date and time. Date nə idi? Bəli, tarixdir. Tarix əlavə etmək üçündür. Sonra imza xətti və nəhayət sonuncusu Oli obyekt texnologiyası. Oli obyekt texnologiyası nə idi? Aha, mükəmməl, bəli. Bir tətbiqi obyektin digərinə tanıtdırılması. Yəni misal üçün mən Word-də işləyirəmsə, məsələn deyirəm, gətirib orada Excel-dən də nəsə istifadə edə bilirdim. Simvollar, equation nə idi? Düsturlar. Simvoldakı klaviaturada istifadə olunmayan, yəni olmayan simvolları əlavə etmək üçün idi. Medianın daxilində video var, yəni video əlavə etmək üçündür. Audio, səs əlavə etmək üçündür. Screen recordingdəki ekranın görüntüsünü əlavə eləmək üçündür. Yoruldum əməl. Sonra gəlir dizayn. Dizayn daxilində temalar var. Tablon olaraq bunlardan istifadə edə bilərik. Bu temaların birazdan alt əmrlərini görəcəyik. Slide size, burada slaydın ölçülərini tənzimləyə bilirik. Width ekran enidir, height uzunluğudur. Bax, bizdən soruşacaq ki, misal üçün slaydı hardan nömrələyə bilərik? Mən məsələn deyirəm ki, slaydı nömrələ 5-dən məsələn də atıram. Gəlib mən buradan hardan istifadə edəcəm? Dizaynın slide daha doğrusu customize lens size-ının slide size əmri vasitəsilə. Misal üçün mən istəmirəm 1-dən nömrəliyim, istəyirəm 5-dən nömrəliyim. Gəlib burada idarə edə bilirdim. Və burada ən çox bizə düşən budur. Slide size, format, background hissəsi harda yerləşir? Customize-da. Customize harda yerləşir? Designda. Ümumi sınaqlar işləyəndə görəcəyik bunları. Bəli. Hı -hı. Hı -hı. Hı -hı. Hı -hı. Onu səhv eləmirəmsə page setup lent qrupuna eləmək olar. Bəli, Word-də page setupdan. Bizə yox, bu praktika hissəsidir. O advanced sayılır. Xoşdur. Camaat onun üçün bir ay kursa gedir. Davam edirik. Gəlir indi seçilən mövzunun fərdiləşdirilməsi. Bunun axı alt əmrləri də var. Hansılardır? Colors rəngini tənzimləyirsən arxa fonu. Font arxa fonun yazısının, şriftinin tənzimləyirsən. Effekt, keçid effektləri verirsən. Background stylesında alt əmrləri var. Solid fill tək rənglə doldurursan. Gradient fill rəng keçidləri vasitəsilə doldurursan. Picture or texture fill şəkil əlavə eləyə bilirsən.
Pattern fill naxışlar əlavə edə bilirsən. Hide background graphics'dəki arxa fonun qrafiklərini gizlədirsən. Transparency effektdəki ona şəffaflıq effekti verməyi tənzimləyir sizə. Transition. Bundan sonra öyrənəcəklərimiz sırf PowerPoint-da yaradılmış bir şeylərdir. Transition nədir? Səhifələr arası. Yəni slaydın səhifələri var idi. Həmin slayd səhifələri arasında keçid effektləri vermək üçündür. Nələrdir? Daxilində preview var, ön baxış paneli. Bizə suallarda verəcək ki, bax, mənə diqqətlə qulaq asın. Deyəcək ki, vəziyyət sətrində slayda verdiyin keçid effektinə öncədən baxış üçün hər hansısa bir əmr nəzərdə tutulmamışdır. Sizcə doğru deyir, səhv deyir? Bax, preview var burada, görsən. Dəqiqə. Monitora get. Preview var burada, görürsüz. Bəli. İndi mən deyirəm ki, vəziyyət sətrində slayda ön baxışı həyata keçirən hər hansısa bir əmr nəzərdə tutulmamışdır. Doğru mu deyir, səhv mi deyir? Bəli, 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 doğru deyir. Vəziyyət sətri haraydı? Aşağı idi. Aşağıda siz elə bir funksiya görürsünüz? Görmür. Yox. Mən nə dedim? Dedim ki, ön baxışı həyata dedim ön baxışı həyata keçirən hər hansı əmr. Ön baxış hər hansı əmr burada var, amma vəziyyət sətrində yoxdur. Transition to this slide var. Transition to this slide-ında kateqoriyası var. Set kimi yadımızda saxlayırıq. Subtle, exciting, dynamic content. Sonra gəlirik timing hissəsi bizim üçün önəmli hissədir. Timingin daxilində sound var. Səs effektləridir. Duration var. Bir səhifədən digər səhifəyə neçə saniyə ərzində keçsin, onu tənzimləyir. Apply to all-dakı bütün səhifələrə eyni keçid effektini tənzimləmək üçündür. Advanced slide-dakı on mouse click, yəni mouse'u klikləyən zamanmı keçsin, yoxsa müəyyən saniyə sonra mı keçsin, onu tənzimləmək üçündür. After'da dediyimizdir. İndi misal üçün aşağıdakı nümunəyə baxaq. Deyir, sound applause olsun. Yəni, keçən zaman alqış səsləri gəlsin. Duration 4 saniyə olsun. 4 saniyə ərzində keçsin növbəti səhifəyə. Apply to all olmayıbdır. Advanced slide hissəsində də ki, deyir ki, hər 10 saniyədə bir özü avtomatik olaraq digər səhifəyə keçsin. Yəni, sən mouse'u klikləyəndə yox, özü keçsin. Okeydirmi? Nəyi? After nədir? Səhifəniz after odur ki, səhifəni sənə göstərəcək, 10 saniyə sonra özü keçəcək növbəti səhifəyə. 4 nədir? Növbəti səhifəyə keçid var ha. O keçid effekti verir sənə. Həmin effekt 4 saniyə davam eləsin. Bəli, 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 doğrudur. Hər animation, bu arada axırda bir dənə çalışacağım sizin üçün vaxtımız qalsa düzəldim, göstərim. Vaxtımız qalmasa da düzəldilmiş bir dənə videom var, onu göndərəcəm sizə, yaxşı? Gəlir animation lent tabı. Animation lent tabında da yenə eyni şeydir. Bayaqkı səhifələr arası keçid idi. Bu səfər səhifənin daxilindəki obyektlər arası keçiddir. Bax, bayaqkı səhifələr arası, bu obyektlər arası. Arasındakı fərq okeydir də? Əla. Əla. Burada da preview var, ön baxış üçündür. Yəni əvvəlcən baxırsan, tənzimləyirsən. Advanced animation isə hə, bəli. Narahat olma. Burada bəli, aha.
Buradakılardan deyirsən, sən səhv eləmirəm. Rekord hissəsini deyirsən. Başa düşmədim. Yo, o sənə baxır da, sən verdiyin saniyələrə baxır. Onu sadəcə yoxlaya bilərsən əvvəlcədən ki, neçə saniyə çəkəcək. Yox, yox. Onu sən özün təyin edirsən. Deməli, burada gəlirik timing hissəsinə. Timing hissəsinin digərindən fərqlidir. Burada delay var. Yəni gecikmə var. Start on click, yəni mouse'u klikləyəndə mi olsun, with previous mu olsun, after previous mu olsun? Onların hamısı burada yazılmalıdır. Bax burada. On click with previous, after previous. Sonra duration hissəsi var. Duration'da keçid zamanları var. Very fast, fast, medium, slow, very slow, extremely slow. Saniyələri öyrənməyinizə ehtiyac yoxdur. Duration yenə birindən digərinə keçid idi. Delay var. Delay gecikmədir. Yəni animasiyanın baş verməsini müəyyən vaxt sonra gəlir. Məsələn, sən klikləyirsən, 5 saniyə sonra başlayacaq animasiya gəlməyə. Və nəhayət reorder hissəsi var. Move earlier var, move later var. Move earlier nədir? Misal üçün sıralamırsan da 5 dənə obyektin var. Birinci misal üçün də atıram adlarla götürək. Sənan gəlsin, ikinci Mamet gəlsin, üçüncü Fərid gəlsin, dördüncüsü məsələn deyirəm Eyvaz gəlsin. Sən gətirib birdə Sənan durmamışdı. Sənana move later eləyəndə Sənan keçəcək Mamedin yerinə, Mamed keçəcək Sənan yerinə. Başa düşdünüz? Bəli. Olur, bəli. Sadəcə bu biraz high level. Hə, istifadə baxımından orada daha rahatdır, bəli. Prosta bu high level o cəhətdəndir ki, yəni özünün əmridir. Buna aid bir yerdə sual var idi. Prosta xatırlamıram həmin sual hansı ünvanlıqdaydı, yoxsa indi sizə göstərərdim. Heç cür yadıma gəlmir. Bəlkə onu xatırlamağa çalışıram. Qabağımıza çıxacaq onun ünvanlıqlar işini göstərəcəm orada. Bax, məsələn, dedim ki, hətta bunun yazılı şəklini göstərim. Birdə durub məsələn, oy, bir dəqiqə. Birdə durub məsələn Sənan, ikidə durub tutalım ki Mamet, üçdə Fərid, elə belə olsun. Mən məsələn gətirib Sənana move earlier verənmərəm. Earlier erkəndir, yəni özündən əvvəl. Sənandan qabaq nəsə var? Yoxdur. Mən sənə nə verə bilərəm? Move later verə bilərəm. Move later nə eləyəcək? Mamed olacaq 1, Sənan keçib olacaq Mamedin yerində. 2, Sənan. Üçüncüsü olacaq Fərid. Mən Fəridə move later verə bilmərəm, çünki Fəriddən sonra kim yoxdur. Mən Fəridə versəm move earlier, o zaman olacaq 1 Mamed, 2 Fərid, 3 Sənan. Aydındır? Yəni yer dəyişdirir bir növ. Slaydın yox, slayda verdiyim animasiya effektin. Bu obyektlərə effekt vermişdimi, onların yerini dəyişir. Yəni birinci hansı gəlsin. Bəli, məsələn, birinci Sənan gələcəkdi, ikinci Mamet gələcəkdi, üçüncü Fərid gələcəkdi normal olaraq, elə deyil. Amma ən sonuncu əmrimə görə birinci Mamet gələcək, ikinci Fərid, üçüncü Sənan. Xoşdur. Bunu clear elədik. Sonra nələrimiz var? Hə, Advanced Animation hissəsində də Add Animation var. Burada müxtəlif animasiya effektlərini seçmək üçündür. Hər bir obyektdə eyni anda. Animation Pane var. Animasiya panelini aktivləşdirir, zolağını aktivləşdirir ki, oradan animasiyanın ardıcıllığını və s. Bax, bunun ardıcıllığını və s. oradan dəyişmək daha rahatdır. Əsas trigger'ı öyrənirsiniz. Xüsusi başladırma formalarıdır. Və nəhayət sonuncusu Animation Painter-dakı bayaq Format Painter-ın eyni şeyidir.
Bu da Animation Painter'dır. Yəni birindəkini digərinə kopyalamaq üçündür. Və bunun da kateqoriyaları var. 4 dənədir. Entrance, emphasis, motion pass, exit. Bunu belə cür yadınızda saxlayırsınız. O ingilislər düşünəndə yazır belə. Entrance, emphasis, exit, motion pass. Yaxşı. Bayaqkılar C idi. Davam edirik. Gəlir nə? Gəlir slide show length tabı. Bayaqkı dediyim bu. Subtle, exciting, dynamic content. Bunu soruşurdunuz. Hə, xoşdur. Gəlir ondan sonra slideshow. Slideshow'un daxilində start slideshow var. From beginning ən başdan başlayırsan. Qısa yolu F5'dir. From current slide cari slaytdan başlayırsan. Qısa yolu Shift F5'dir. Sonra broadcast slideshow var. İnternet üzərində web brauzerlərdə göstərsən və custom slideshow var ki, seçilmiş slaydları nümayiş etdirmək üçündür. Monitor lent qrupunda sadəcə olaraq monitorları idarə etmək üçündür. Əsas gəlir setup. Setup slideshow'un daxilində, daha doğrusu setup'ın daxilində setup slideshow var. Bu setup slideshow vasitəsilə slideshow'ları qurlaşdırmaq üçündür. Belə bir növ desək, hide slide əmri var. Hide slide əmri slide'ın gizlədilməsidir. Bax, sizə verəcək ki, hide slide olur setup slideshow əmrinin daxilində. Xeyr, setup'ın daxilində olur. Setup lent qrupunun daxilində olur. Sonra gəlir rehearse timing. Bu da ki, slaydların vaxtla idarə olunması üçündür. Record hissəsi slideshow'un video halında yazılması üçündür. Play narration səslə ifanın belə deyək, sənə göstərilməsi üçün, yəni sənin səsini də yazır. Use timings zamanlama qurursan ki, misal üçün mən bu hansı zamana qədər mən bunu göstərib qutaracam. Özün üçün yoxlayırsan. Bayaq Eyvazın dediyindən eyni şey deyil. Yəni sən misal üçün daha belə deyək, SEO-san, iş yerində yeni məhsul təqdim eləyəsən, özün evdə əvvəlcədən bir quraşdırırsan, görüm mən bunu neçə saniyə göstərəcəm. Show media control-dakı bildiyimiz, yəni video obyektlərin, audio obyektlərin idarə edilməsi panelini göstərir. Kimsə əlini qaldırdı deyəsən. Bəli. Bu mahiyyəti belə deyək də, bəli, tam olaraq da desək özümüz üçündür. Yəni evdə özümüz yoxlayırıq ki, misal üçün hansı zamanlamanı qoysaq daha yaxşı olar. Hamısı bunlar nə üçündür? Daha belə deyək, high level görünüş üçün də, göstəriş üçündür ki, necə eləsəm daha yaxşı olar. Vaxtı necə qoysam daha yaxşı olar. Setup slideshow hissəsinə gəlsək, bizim üçün ən önəmli hissə buradır. Show type var, birinci göstərmə tipidir. Əsas gəlirik bura. Until escape continuously. Deyir ki, sən davam elə, nə zaman ki mən escape-i basacam. Yəni escape-i basana qədər sən göstər. Show without narration. Narration nə idi? Səsli ifa. Səslər olmadan göstər. Show without animation. Obyektlər arasındakı keçid effektlərini göstərmədən göstər. Pen color, qələmin rəngini dəyişdirirsən burada. Laser pointer, lazerin rəngini dəyişdirirsən. Show all slide. Burada all var. Haydi, dəqiq. All hissəsi, məsələn, 30 dənə slaydın varsa, 30 slaydın hamısını göstərəcək. From to hissəsində sən məsələn qoyarsan 5-dən 10-a qədər. Sadəcə 5-dən 10 aralığında göstərəcək. Custom show-dakı sən hansıları seçmisənsə, onları göstərməyi tənzimləyəcək. Advanced slide hissəsində manual, yəni əllə daxil edirsən, əllə idarə edirsən, yəni mouse klikləyəndə və s. nə zaman dəyişsin. Using timings-dəki müəyyən saniyələr ərzində özünün dəyişməsini tənzimləyəcək. Göstərim.
Bir də göstərim. Bir də gələk bura. Bunu buradan aktivləşdirdim. Hal-hazırda lazeri görürsüz. Bəli, bu lazerdir. Və yaxud da ki, pendəki görürsüz. Bəli, bu lazer. Aha. Bəli. Yəni sən aha. Mən bilən işləməlidir. O yaxşı sual, heç yoxlamamışam. Amma işləməlidir. Gəlir rekord. Rekord nədir? Bunların hamısını qabaqcadan keçiririk. Buradakı rekordla kayd edirik. Ekran kaydını alırıq. Lazeri göstərim. Lazerin yaxşı olsun. Screenshot ekran görüntüsünü götürürdük. Screen recording ekranın belə deyək, videosunu çəkərək slayda əlavə edirik. Qısa yolu Win Shift Q-dür. Video adi bildiyimiz video saxları əlavə etmək üçündür. Audioda səsləri əlavə etmək üçündür. Bunların hamısını onsuz insertdə də keçmişdik. Save as hə? O Windows tuşu var ya. Aha. Hə, hə. Windows Shift Q-dür. Sonra bir gəl burada Save as Show. Bax bu PPSX genişlənməsini yadda saxlayır. Burada Escape-i basan zaman promoy bizi PowerPoint-dən də atır. PowerPoint də bağlanmış olur. Export to videodakı video şəklində xaric etmək üçündür. Cari slaydı video formatda yadda saxlamaq üçündür. Daha gedirsən iş yerinə, qoyursan özü orada sən öz uyğunlaşdığın zamana görə danışa bilirsən. Bunun bayaq dediyə biz nümayiş zamanı escape basanda burada yandıracaq. Burada da promoy bizi səhifədən atır. Çünki şey dəfə slideshow zamanındadır. Slideshow görünüşündədir. Yox, PowerPoint bağlıdır. Aha. Bəli. PowerPoint bağlanır. Gəldik yenə review-ya. Hamısını keçmişikmi? Keçmişik. Spelling and grammar, orfoqrafik və orfoepik səhvlərin düzəldilməsi üçündür. Scissors sinonimlərin tapılmasıdır. Check accessibility əl yetərlilikdir, yəni məhdud imkanlı şəxslər üçündür. Search high level axtarışdır. Ondan sonra web səhifələrdə və sair axtarmaq üçündür. Ondan sonra translate tərcümə, language dil dəyişdirmək, comments bayaq sadəcə bir əmrini görmüşdük, amma indi 1, 2, 3, 4, 5 dənə əmr görəcəyik. New comment yeni comment əlavə etmək. Delete commenti silmək. Previous əvvəlkinə baxış. Next sonrakına baxış üçündür. Show comments-dəki bütün kommentlərin hamısını bizə göstərmək üçündür. Compare vasitəsilə əvvəlki dəyişikliklərlə indikləri müqayisə edə bilirik. Bunun daxilində accept var, dəyişiklikləri qəbul edirsən, reject var, dəyişiklikləri geri çevirirsən. Və nəhayət hide ink-imiz var ki, hide ink vasitəsilə də biz belə deyək, mürəkkəblə ekranda yazdığımız hər şeyi gizlətmiş olur. View-dakıların hamısını demək olar ki, keçmişik. Görünüş rejimlər saydıq 5 dənədir, amma vəziyyət sətrində 3 dənə görsənirdi. Master views var, daha high level görünüşlər var. Slide master var, handout master var, note master var. Bunlarda da belə deyək, sadəcə şəklindən də gördüyümüz kimi daha yaxşı görünüş rejimləridir. Bax, burada göstərdiyim kimi. Ruler xəttkeşdir. Gridline por xəttləridir. Whitedakı bizi idarə etmək üçün istifadə olunan bir səhifədir.
Bir növ belə deyək də, navigatordur. Notdakı qeydləri göstərməyə kömək eləyir. Zoom bayaq keçsək, yaxınlaşdırmaq, uzaqlaşdırmaq 1400%. Fit to window pəncərəni ekrana tam yerləşdirmək üçündür, daha doğrusu slaydı. Color rəngli, grayscale, ağ, boz, qara, black and white-dakı ağ-qara çap üçündür. Gəlirik window hissəsinə. Window hissəsində new window var. Yeni pəncərədə açır. Arrange all açıq pəncərələrin hamısını nizamlayırdı. Cascade pilləvari düzür. Bax, bu alt-alta düzür. Cascade pilləvari düzür. Bax, pilləkənə oxşuyurmu? Oxşuyur. Move split bölüb hərəkət elətdirirsən. Switch window-dakı pəncərələr arasında keçidi təmin eləyir sizin üçün. Makroslar nə idi? Əla. Bəli, mürəkkəb ifadələri istifadə etmək üçündür. Əsas və əlavə tabların siyahısı. Borc qabağınıza qəşəng-qəşəng əzbərləyirsiniz. İmtahana tez-tez düşür. Müxtəlif genişlənmələri faylların xarici görünüşləri. Qəşəng-qəşəng oxuyursunuz. Əsas gəlir bura. Slideshow görünüş rejimində. Slideshow görünüş rejimində hal-hazırda slideshow görünüş rejimindəyim. Mən onsuz Ctrl-P dəmə aktivləşdirəcək. Bax, gördüyünüz kimi ekranda yazıla bildim. Ctrl-A kursoru ekrana çıxardır. Ümid edirəm ki, siz görə bilirsiniz. Ekran kaydında düşər, ümid edirəm. W ekranı ağardır. Gördünüz ekranı? B white sözündən gəlir də, ağ sözündən gəlir. B black sözündən gəlir. Ekranı full qara eləyir. Escape nümayişdən imtina eləyir gördüyünüz kimi. Spacebarda slaydın nümayişini ya dayandırır, yəni ən axırdadırsa dayandırır, ən axırda deyilsə davam elətdirir. Sualınız var? Sualınız yoxdursa sağollaşa bilərik. İndi sizə Sənan müəllimin dərsidir, hə? Xeyr, qardaş.